Salam uşaqlar. Demək 9-cu sinif hədəf kursları 1 fevral buraxılış sınağını izah edirik. 57-ci sualdan başlayaq. Deyir, məxrəci 4 olan düzgün adi kəsirlərin cəmini tapın. Məxrəci 4 olan düzgün adi kəsirlər 4-də 1, 4-də 2, 4-də 3 və 4-də 3. Vəssalam. 4-də 4 yoxdur. Məxrəci 4 olan düzgün adi kəsirlər. Və bunların cəmi 4-də 6 edir, 1,5. Yəni cavab C. Keçək digər suala. Deməli, O mərkəzi çevrədə AB 9, AB-yə bir dənə 9, AC-yə 3 yazırıq. ND parçasının uzunluğu istəniləcək bizdən və OM də CD-yə perpendikulyardır. Perpendikulyarlığı da yazaq bir qıraqda qalsın. Deməli, biz bilirik ki, AB-nin kvadratı bərabər olmalıdır AC, yəni bunun kvadratı bərabər olmalıdır çöldəki hissə vur bütün. Yəni AC vurulsun AD. AB-nin kvadratı nə qədərdir? 81. Bərabərdir 3 vurulsun nəyə? 27-yə. Deməli, AD nə olacaq? 27. 27-dən 3-ü çıx, 24. Demək, CD bərabərdir. Bax, bu CD hissəsi bərabərdir 24. 24-ü isə yarı böləcəyik. Niyə? Çünki bir çevrədə əgər radius vətərə perpendikulyar olarsa, vətər yarı bölünür. Onda 12 və 12 olaraq bölünmüş olacaq. Və bizdən cavabda nə istəyir? ND parçasının uzunluğu istəyir. ND parçasının uzunluğu da cavab 12A variantıdır. Keçək 9-cu suala. Ambarda 400 kilo meyvə var. Bu meyvələrin əvvəlcə 8-5 hissəsi gündə 125 kilo olmaqla, sonra isə qalan hissəsi gündə 30 kilo olmaqla paylandı. Demək, 400 kilo meyvənin əvvəlcə 8-də 5 hissəsini tap. 8-də 5, 400 8-ə böl 50, sonra 5-ə vur. Yəni 250. 250 kilosu əvvəl paylanır, sonra isə qalanı 150 kilosu da daha sonra paylanır. Demək, bu ilk 250 kilo gündə 125 kilo paylanır. Yəni neçə günə paylanıb qutaracaq? 250-ni 125-ə böl, 2 günə paylanacaq. Topla. Qalanı, yəni 150 kilosu gündə 30 kilo paylanır. Gündə 30 kilo paylansa 150-ni 30-a böl, 5 günə də o paylanacaq. 2 günə o, 5 günə bu, cəmi 7 günə paylanacaq. Yəni cavab Y variantı. Sonra keçək 60-cı suala. 5 düz xətt bir nöqtədə kəsişərlərsə, aydın 1, 2, 3, 4, 5-ci xəttdə belə olsun. 5 düz xətt bir nöqtə kəsişərlərsə, alınan bucaqların sayı da şəkildən də göründüyü kimi 10 dənədir. Yəni, n dənə düz xətt bir nöqtə kəsişsə, 2n dənə şua alınar. EBOB 324, 325-i tapın. 324 və 325-i burada sadə vurğulara ayırmağımıza heç bir gərək yoxdur. Niyə? Çünki 324 və 325 ardıcıl ədədlərdir. Uşaqlar, ardıcıl ədədlər isə qarşılıqlı sadə ədədlər olur. Bəs qarşılıqlı sadə ədədlərin əbabı nə olur? 1 olur, cavab A olur. 62-ci sualda iki tərəfin uzunluqları 5 və 12 olan üç bucağın digər tərəfi hansı ola bilməz? 5 və 12 olan üç bucağın digər tərəfi 5 12-nin cəmindən 17-dən kiçik, 12-dən 5-in fərqindən 7-dən isə böyük olmalıdır. Yəni A tərəfi 7 ilə 17 arasında yerləşməlidir. Yəni 19 ola bilməz. 63-cü suala baxırıq. 63-cü sualda ştrixlənmiş hissə hansı ilə ifadə olunur? Ştrixlənmiş hissəyə baxıram. Görürəm ki, ştrixlənmiş hissə ancaq B-yə aiddir. Amma B-dən nəsə çıxılıb. Bax, bu qırmızı hissə B-dən çıxılıb. Bəs bu qırmızı hissə nədir? Bu qırmızı hissə A ilə C-nin kəsişməsidir. A ilə C-nin kəsişməsini B-dən çıxıblar. Yəni, B-dən çıxıblar A ilə C-nin kəsişməsini cavab D variantı olacaq. 2-də 1 hissəsi 4 olan ədəd təbii ki 8-dir. Yəni, x vurulsun 2-də 1 bərabər 4-dürsə, həmin ədəd C variantı 8 olacaq. 65-ci sualda bu ifadələri bir dənə kökün içində yazsam, 10 çıx kök 3 ifadəsini, 10 topla kök 3 ifadəsini bir-birinə vurmalıyam. Və vurulan kvadratlar fərqi olacaq. Kökdə 10-un kvadratı 10, çıx 3-ün kvadratı 9. Yəni cavab kökdə 1. Yəni 1 cavab A variantı olacaq. Növbəti sual 66. Diaqonalının uzunluğu 4 kökdə 2 olan bir kvadrat var. Diaqonalının uzunluğu 4 kökdə 2. O zaman bu kvadratın tərəfi nə olacaq? 4 olacaq. Kvadratın diaqonal tərəfindən kökdə 2 dəfə çoxdur. Və həmin kvadratın daxilinə çəkilən çevrənin radiusunu tapmalıyıq. Bu kvadratın daxilinə də bir dənə çevrə çəkək. Bu çevrənin də radiusu aydın məsələdir ki, tərəfin yarısı qədər olacaq. 2 olacaq. Cavab B olacaq. Müsbət cüt rəqəmlər çoxluğunun müsbət cüt rəqəmlər tak deyə yazaq. 2, 4, 6, 8. Neçə dənə element var burada? 4 dənə element var. Biz də bilirik ki, alt çoxluqların sayı, bütün alt çoxluqların sayı 2 üstü n üstünə hesablanır. Yəni 2 üstü 4 bərabərdir 16 olacaq. Cavab D-dir. Yan tərəflərin uzunluqları cəmi
14 olan trapesiyanın oturacaqları cəmi yan tərəfləri cəmindən 1,5 dəfə çoxdur. Aha, yan tərəflərin uzunluqları cəmi 14 olan trapesiyanın oturacaqları cəmi yan tərəfləri cəmindən 1,5 dəfə çoxdur. O zaman oturacaqları cəmini tapaq. A üstəgəl B bərabərdir 1,5 vurulsun 14. Yəni 21. Bu trapesiyanın oturacaqları cəmi 21-dir. Kiçik oturacağın uzunluğu 10 olarsa, böyük oturacağın da uzunluğu 11 olmalıdır təbii ki. Çünki cəmi 21-dir. Ona görə cavab E variantı. 69-cu sualda ifadəni vurğulara ayırmaq tələb olunur. A kvadrat çıx B kvadrat, A çıxılsın B vurulsun A üstəgəl B olmalıdır. Üstəgəl 4-ü ortaq çıxarsaq mötərizədə A üstəgəl B. Buradan da A üstəgəl B-ni ortaq çıxarsaq digər mötərizədə A çıx B üstəgəl 4 olmalıdır. Cavab A üstəgəl B, A çıx B üstəgəl 4. A üstəgəl B, A çıx B üstəgəl 4. Cavab E variantı. Keçdik 70-ci suala. Çoxhədlinin dərəcəsi 5 və B çoxhədlisinin dərəcəsi 2-dir. A çoxhədlinin dərəcəsi 5-dirsə, o çoxhədlini 2-yə də vursaq, 2000-ə də vursaq, yəni hansı əldə vurursansa vur, fərqi yoxdur, dərəcə eyni qalmalıdır. Yəni 2A-nın dərəcəsi 5-dir. 12B-nin də dərəcəsi 2-dir. Və bu çoxhədlinin dərəcəsini də tapanda hansı böyükdürsə onu götürmək lazımdır. 5 cavab B olacaq. Düzbucaqlı üçbucaqda hipotenuza çəkilən tən bölən ilə hipotenuz arasındakı, demək bir dənə düzbucaqlı üçbucaq çəkirik. Düz üçbucaqda hipotenuza çəkilən tən bölən ilə, demək hipotenuza bir dənə tən bölən çəkirik. Yəni bu tən bölən düzbucaq təpəsindən çəkilmiş olduğu üçün düzbucaq 45-ə 45 ayrılmış olur. Hipotenuz ilə aradakı bucaq 85 dərəcədirsə, arasında kiçik bucaq 85 dərəcə olarsa, yəni bu bucaq olsun 85 dərəcə. Kiçik bucağı tapın. 85-in qonşusu nə qədər olacaq? 95 olacaq. 45 ilə 95-in cəmi də eləyir 140. Onda buradakı iti bucağa 40 dərəcə qalır. Digər iti bucaqda 50 dərəcədir. Onda kiçik iti bucaq soruşursa, kiçik iti bucaq 40 dərəcə. Yəni cavab D variantı. Modul x bərabər A tənliyinin kökləri hasili mənfi 49-dur. Yəni modul x bərabər A tən kökləri, modul x əgər bərabər A-dırsa, x bərabər mənfi A və x bərabər müsbət A olur. Mənfi A və müsbət A. Mənfi A ilə müsbət A-nın hasili mənfi 49-dur. A kvadrat bərabər 49-dan A bərabər 7 olmalıdır. A-nı tapın 7. Cavab 7 olacaq. Növbəti suala baxırıq. Standart şəkildə ədədi yazmaq lazımdır. 245 1 ilə 10 arasında deyil. Amma standart şəkildə cavab gərək 1 ilə 10 arasında olsun, qiymətli hissə. Onda mən vergül yazmalıyam. 2 və 4 arasında vergül yazmalıyam. 2 tam %45. O zaman sonda olan vergül 2 dənə sual sürüşdüsə, onda qüvvət 2 vahid artmalıdır. Qüvvət də 10/7 olmalıdır. Tərtibi tapaq. Tərtib 7. 73-cü sualın cavabı da 7 eləyəcək. 74-cü suala baxırıq. Hansı ifadə tam cəbri ifadədir? Verilənlərdən hansılar tam cəbri ifadədir? Məxrəcdə dəyişən olanda ifadə tam cəbri ifadə ola bilməz. İkinci ifadə tam cəbridir. Üçüncü ifadə tam cəbridir. Dördüncü ifadə tam cəbridir. Demək, verilənlərdən hansılar tam cəbri ifadədir? Cavab 2, 3, 4. Yəni cavabı 2, 3, 4 şəklində kodlaşdırmalıyıq. Hansılar tərəfindən 2, 3, 4. Sonra davam edirik. 75-ci suala baxırıq. Düzgün altıbucaqlının kiçik diaqonalının uzunluğu 4 köklü 3 olarsa, bir dənə düzgün altıbucaqlı çəkirik. Çəkə bilmədik. Bir dəfə də eləyək. Çəkə biləcəyik. Çəkdik. Düzgün altıbucaqlının kiçik diaqonalının uzunluğu 4 köklü 3-dür. 4 köklü 3 olarsa, biz də bilirik ki, düzgün altıbucaqlılarda kiçik diaqonalların uzunluğu A köklü 3, böyük diaqonalların uzunluğu isə 2A olur. Tərəf A-dırsa əgər. Tərəflər A olanda. İndi o zaman kiçik diaqonalın uzunluğu 4 köklü 3-dürsə, demək tərəf nəyə bərabərdir? 4-ə. Elə bizdən də bir tərəfin uzunluğu soruşurdu. Cavab 4. 76-cı sualda ortaq məxrəc tapıram. x1, x2 ortaq məxrəc olur. Surətdə x2 toplansın, x1 alınır. Bunu da vururam x1, x2-yə. x1, x2-lər ixtisar getsə, yalnızca köklərin cəmi qalmış olur. Köklərin cəmi isə ortadakı əmsalın əksi 8 olmalıdır. Cavab 8. Kvadrat tənlikdə Viet teoremi. Kvadrat tənlikdə Viet teoremi təkrar edin. 77-ci sualda 3x bərabər 18-dən x-i necə tapırıq? 6. x 6-dırsa,
x, yəni 6 üstəgəl y bərabər 6-dan da y bərabər 0 edir. X 6, y 0, kvadratlar cəmi də təbii ki 36. Növbəti sual 78-ci sualdır. 78-ci sual deyir ki, bu məhlullar qarışdırılsa, alınan məhlul duzluq faizini tapın. Duzluq faizini nətər tapırdıq? Duzu ümumi miqdara bölüb 100%-ə vurmaq lazım idi. Baxıram ki, burada duzun miqdarı nə qədərdir? 40. Bəs ümumi miqdar nə qədərdir? 60 da gəl üzərinə olsun 100. Bu da vurulsun 100%-ə və bərabər 40% olacaq. Yəni ki, cavab 40%. Duzluq faizi 40%-dir. Belə bir şey. Demək, bunu açıram. 10A üstəgəl B. AB-ni açanda 10A üstəgəl B alınır. A üstəgəlsin 2B. Buradan da sadələşdirmə aparsaq 9A bərabər B olur. Bu halda yalnız A-nın 1, B-nin 9 olma halında mümkündür. Bu ədəd, yəni bu AB ədədi 19 edəcək. X ədədinin A faizi B-dirsə, yəni X ədədini, burada cavab nə elədi? 19. X ədədinin A faizi B-dirsə, X ədədini vururam 100-də A-ya. A faizini tapırıq axı. Bərabərdir B olur. Onda burada biraz sadələşdirmə aparsaq, x-a bölü 100 bərabərdir B, x-a da bərabər 100B olmuş olur. İndi x-a 100B-dirsə, onda mən burada x-a-nın əvəzinə 100B yazıram. 100B bərabər 200 olarsa, o zaman B bərabər olur 2. B cavab 2-dir. Burada cavab 2. Keçdik 81-ci suala. 81-ci sualda AB 7, CD 6, AD 10-dursa, BS parçasını tapın. Əgər bir dördbucaqlının daxilinə çevrə çəkilə bilirsə, onda qarşı tərəflərin cəmi bir-birinə bərabər olmalıdır. Yəni 10 üstəgəl x bərabər 7 üstəgəl 6 olmalıdır. X bərabərdir 3. Cavab 3. Və bununla da bütün suallar bitmiş oldu 9-cu sinifdən. Ümid edirəm ki, faydalı olmuşdur. Sağ olun.